100 qram un, 1 paket vanil, 60 qram kərə yağı. Yağımızı rəndədən keçirdirik. 100 qram şəkər, qarışdırıb umac edirik. 1 çay qaşığı sarı kök. Videoda göstərdiyim kimi istiyimiz hazırdır. 2 yumurta, 100 qram şəkər, 200 qram xama, qatıqla da əvəz edə bilərsiniz, 120 ml bitki yağı, birlikdə qarışdırırıq. 1 paket vanil, yarım çay qaşığı soda, 1 çimdik duz. Qarışdırırıq. 500 qram un. Unumuzu az-az əlavə edirik. Ərzaqların dəqiq miqdarını videonun alt hissəsində qeyd edəcəm. Yumşaq, ələ yapışmayan xəmir olur. Xəmirimizi 2 hissəyə ayırırıq. Və yaymağa başlayırıq. Böyük yayırıq. İçliyimizi 2 hissəyə ayırırıq. İçliyimizi hər tərəfə yayırıq. Rulet kimi bükürük. Və videoda göstərdiyim kimi kəsirik. Soba tavasına yığırıq. Əvvəlcədən isitdiyimiz 180 dərəcəli sobada 25 dəqiqə bişiririk. Dadlı reseptlər üçün izləmədə qalın. Hazırlayacaq olanlara əvvəlcədən nuş olsun. İzlədiyiniz üçün təşəkkürlər.